Saç əkimindən nə qədər müddət sonra normal işə qayıtmaq olur? İşdən asılıdır. Baxın hansı bir işdir. Professional idmançılar, biz professional idmandan bir 15-20 gün uzaqlaşdırırıq. Orta statistik vətəndaş ortalama 10 gündən sonra rahat şəkildə öz işinə qayıda bilir. Sadəcə bu professional boksyorlardır, digər idmançılardır. Bir ay ehtiyatlı olmalıdır, başlarına bir zərbə almamalıdırlar. Amma yüngül bir idman, kardio falan gimnastikaları 10 gündən sonra rahat başlayıb, 10 gündən sonra demək olar ki, heç bilinmir ki, saç əkilib, sadəcə xırda bir əkilmiş saçlar olur. Saç əkimi ağrılı prosedurdur. Saç əkimində yalnız ilk 3-4 dəqiqə ağrı ola bilir. Yerli anesteziyanı biz icra etdiyimiz zaman və təbii ki, o ağrını da azaltmaqdan ötürü biz komfort injektorlar istifadə edirik, pistolet kimidir, vurur dəri altı püskürdür, iynəsizdir bunlar və ondan sonra inyeksiyon anesteziya edirik. Diş həkimində necədirsə, o birinci iynələr batanda ilk 1-2 dəqiqə ağrı olur, ondan sonra tam keyir, heç bir şey pasiyent hiss etmir.